tərəfdə yerləşən növbəti bir mövzuyla tanış edirəm. İçəri girən kimi sol tərəfdə yerləşən paltar dolabımızı gördünüz və ondan sonra sol tərəfdə yerləşən bizim Camaşır xanımız hansı ki bu hissə MDF panelə yığılıb. Növbəti otağımız bizim moydadırımızdır. Hansı ki sağ tərəfdə olan polqalı şkaf, qapaqlı şkaf və alt hissədə moydadırın öz dolabı. Sağ tərəfdə belə bir otağımız var. Təəssüf ki işığı yandıra bilmədim deyə. Burada bir paltar dolabımız var. Əlavə də yatağımız olacaq inşallah. Növbəti otağımız qız otağıdır və rənglərdən də gördüyünüz kimi burada pəmbə rənglərdən istifadə olunub. Divar panelimiz var pəmbə rəngində və onun sol tərəfində, buradan baxanda sol tərəfində şkafımız və yazı masamız yanında paltar şkafı və sağ tərəfdə gördüyünüz paltar dolabı mövcuddur və həqiqətən bu otağın ayrıca bir gözəlliyi var. Çünki böyük bir zövqlə dizayn olunub və yığılıb və burada bizim bəzənmə masamız, twistendimiz və sol tərəfdə olan polkalı şkafımız var. Növbəti otağımız isə yataq otağımızdır. Burada da sol tərəfdə işığı yandıram və sol tərəfdə gördüyünüz yataq və panelimiz hansı ki yığılır, aşağı qoyulacaq, yığılacaq. Sol tərəfdə daha bir moydadırımız və dolabları. Sağ tərəfdə bizim twistend və onun solunda olan paltar dolabı hansı ki şüşəli profilindən, Aristo profilindən yığılıb və onun arxa hissəsində, yatağın arxa hissəsində bu gördüyünüz möhtəşəm bir paltar dolabımız yerləşir, hansı ki işıq olacaq içində.